Qəbələdə 2 sot torpağın varsa, sən artıq milyonçusun. Ümumiyyətlə Vasif, Qəbələnin ən bahalı olan ərazisi haradır? Torpaqların qiyməti. Ən ucuz olan yer hara? Belə deyim də, yəni Qəbələnin ümumi olaraq statistikada götürsək, təbii ki, turizm sahəsi olaraq nəzərdə tutulur. Torpaq var ki, 1000 manata, 500 manata da var. Hansı ki, ucqar bir yerdir. Ora təbii ki, hər kəs bəllidir ki, turistik bir zonu olmadığının əksini tapır ki, yəni məlum məsələdir, 1000 manatlıq, yenə deyirəm, yer gözəl ola bilər, amma turistik zona kimi deyil. Bu günlərin məsələn turizm üçün inkişaf etmiş hallarda bu gün Qəbələnin özüdür. Pastar məhəlləsi deyilən bir məhəllə var. Yəqin ki, hər kəs tanıyır. Qəbələnin Lunapaq, Xanlar restoranı və Kanada yaxın olan bir ərazidir və Vəndan. Məsud, dediyin ərazilərdə pastar mərkəzdə qiymət neçədir? Yəni ən baha olanlar o ərazidir. Keçən illərim 15 minə tapa bilirdi ki, hansı ki pastarda. Bu illərim 18 minə düşmə variant axtarırıq, yəni pastarda. Bəs bizdə olan məlumata görə mərkəzdə elə ərazilər var ki, sotu 30-35 mindir. Bu rəqəm düzdür? Bəli, bəli. Yəni belə deyim də, ola bilər turizm sahəsi olaraq biraz şişirdilmiş qiymət ola bilər təbii ki. Ancaq ümumi olaraq Qəbələnin özündən götürürəm ki, Qəbələnin pastar və mərkəz deyilən bir hissəsindən ki, 15 mindən 30 minə qədər.